Qarabağ klubunun adı yenə dillərdədir. Bu dəfə təkcə Azərbaycan yox, Avropa, dünya da Qurban Qurbanovun komandasının yaratdığı futbol möcüzəsindən danışır. Dünya heyrətlənir ki, bu Azərbaycan necə futbol ölkəsidir ki, klubu ilə milli komandası arasında yerlə göy qədər fərq var. Yığma komandası dünya reytinqində ilk 120 ölkə arasında yox, daxili çempionatı rəqabətdə əksər liqalardan geri, Qarabağ adlı klubu isə Avropanın futbol nəhəngləri ilə bir sırada. Milli komandası ardıcıl 12 oyunda qələbəyə həsrət. O gün İslandiyadan darmadağınla qayıdıb, klubu isə Benfica kimi bir futbol brendini öz evində devirəcək səviyyədə. Bəlkə də qoca Fernando Santos Deluş stadionundakı oyuna baxdıqdan sonra özünə sual verib ki, mən həqiqətənmi bu Qarabağın təmsil etdiyi ölkənin milli komandasının baş məşqçisi idim? Bu Elvin Cəfərquliyevin, Bəhlul Mustafazadənin, Toral Bayramovun məşqçisi olmuşam? Bəli, Santuş müəllim, bu futbolçular həm də sizin rəhbərliyiniz altında çıxış edirdi. Amma siz milli komandada onlara döyüşməyi, mübarizə aparmağı aşlaya bilmədiniz, motivasiya verməyi bacarmadınız. Bəhlulun son dəqiqələrdə özünü rəqibin qola hesablanmış zərbəsinin qarşısına atmağı, Cəfərquliyevin gücü tükənənə qədər meydanda döyüşməsi bu artıq futbolçunun xarakteridir, iradəsidir. Əlbəttə, bilirik ki, Qarabağın əsas yükünü legionerlər çəkir. Komandanın bu yerlərə gəlib çıxmasında onların müstəsna payı var. Amma üçünü legioner edəndə birini də bizim Toral, Elvin, Bəhlul edir. Futbolçunun sadəcə potensialını açmaq, ondan düzgün istifadə etmək lazımdır. Qarabağ Portuqaliyanı buna qədər bir dəfə şoka salmışdı. İl yarım əvvəl Avroliqada Braqanın dərsini verəndə. Bu dəfə isə qarşıda Portuqaliyanın 38 qat çempionu, muzeyində 60-cı illərdən qalma 2 UEFA Çempionlar Kuboku olan Benfica vardı. Qarabağ heç bir müstəvidə Benfica ilə müqayisəyə gəlmir. Tarixinə, stadionuna, Avropa futbolundakı yerinə, büdcəsinə, heyətinə görə. Amma idmanda əzmkarlıq deyilən bir keyfiyyət var ki, həmişə olmasa da bəzən bütün digər nəsnələri üstələyir. Qarabağ Lissabonda ilk növbədə döyüşməyin, xarakterin hesabına zəfər qazandı. Oyunun necə başladığını xatırlayırsınız da, Qarabağın oyunçuları meydanda, biz də ekran qarşısında tir-tir əsirdik. Qarabağın müdafiə xətti həyəcanı üzərindən atmağa imkan tapmamış adi səhvlərdən rəqib 2 qol vurdu. Günorta saatlarında UEFA Gənclər Liqasında Benfica'nın 19 komandasının Qarabağlı həmyaşıdlarına 7 qol vurmasını da xatırlayıb düşünürdük ki, bu da Çempionlar Liqası. Gəl indi dayan bu Benfica'ların qarşısında. Amma hissənin ortalarından başlayaraq Qarabağ özünə gəldi. Leandro'nun qolu isə lap yerinə düşdü. Komanda inandı ki, Benfica'ya səfərdə qol da vurmaq, lap artığını da etmək olar. İkinci hissənin əvvəlində meydanda sözün əsl mənasında can qoyan Yankoviç əla ötürmə ilə Camilo Duran'ı tapdı. Kolumbiyalıda əsl forvarda yaraşan səviyyədə hücumu tamamladı. Kaşukun son dəqiqələrdəki qolu isə Deluş stadionuna gələnləri ağ bayraq qaldırmağa sürüklədi. Lissabon heyrət içində idi. Benfica həmin axşam aciz idi və Eusebio, Figo, Ronaldo kimi futbol dahillərinin yetişdiyi ölkənin azarkeşi Azərbaycan çempionuna 2-0-dan sonra uduzmağı qəbul edə bilmirdi. Futbolun da özünə məxsus egosu var axı. Hələ siz oyun bitəndə Otamendi'nin zəhər tuluğuna oxşayan sifətini xatırlayın. Adam Messi ilə birgə dünya çempionluğunu qazanıb. Porto, Manchester City, indi də Benfica'da vazkeçilməz oyunçu olub. Nə vaxtsa adını eşidəndə bəlkə də ağız büzdüyü Azərbaycan adlı bir ölkənin Qarabağ adlı klubu isə bu axşam gəlib onun və komandasının bütün xarizmasını yerlə bir etdi. Benfica azarkeşlərinin işıqlı stadion adlandırdığı Deluş arenası həmin axşam Benfica üçün zülmətə çevrildi. Azarkeşlər kimi klubun rəhbərliyi də məğlubiyyəti bağışlamadı və baş məşqçi Bruno Lage istifaya göndərildi. Bir neçə həftə əvvəl Fenerbahçe'nin qarşısında aciz qaldığı Benfica'ya Azərbaycan çempionu unudulmayacaq dərs verdi. Bununla Qarabağ həm də Azərbaycan futbolunda daha bir tarix yazdı. İlk dəfə Çempionlar Liqasının əsas mərhələsində qələbə qazandıq. Azarkeşlərin son günlərdə Qarabağ rəhbərliyinə ünvanlanan niyə bahalı hücumçu transfer etmədiniz? İradının cavabı da məncə bu oyunla verildi. Bəzilərinin dediyi kimi hücumçusu olmayan Qarabağ Benfica kimi komandaya 3 qol vurdu. Bundan artıq nə olmalıydı ki? 4-5 milyon avroya Lille'dən, Lens'dan, nə bilim Santa Clara'dan hücumçu alınsaydı və effekt verməsiydi, onda nə deyəcəkdik? Demək əsas Qurban Qurbanovun oyun sistemidir. Bu sistemdə Leandro, Zubir, Duran da qol vura bilər, Bəhlul və ya Medina da. Jose Mourinho'nun oyundan sonra dediyi kimi, məsələ uduzmaqda deyil. Portuqaliyanın 2-ci liqasında belə forma şansı qazanmayan futbolçularla Benfica'nı məğlub etdilər. Bu sistemin nə qədər önəmli olduğunun açıq göstəricisidir.
Statın sonu. Futbolçularıma təşəkkür edirəm ki, belə bir mübariz oyun göstərdilər. Ən əsası düzdür, oyun ilk dəqiqələrində biraz hər hansı bəlkə də biraz stres oldu, amma get-gedə oyunu ələ ala bildilər. Futbolçularda inam oyunun gedişatını daha da çoxaldı. Bu çox vacib idi. Və əlbəttə ki, belə oyunlarda tələb etmişdim ki, sadə itkilər çox az olmalıydı. Amma yenə də oldu, əfsuslar olsun. Və belə, necə deyim, futbol dili birdir. Dəfələrlə etdiyimiz, dediyimizi daima təkrarlayırdıq. Bu oyundan sonra ümumiyyətcə, baxmayaraq daha böyük klublar bizi çox ciddi alacaqlar və bizim üçün çox böyük problemlər yaratmağa çalışacaqlar. Dünən Bəhluldan, Elvindən, Bikalyodan tutmuş bütün heyət əla oynadı. Bəzilərinin qocalıb oynaya bilmir dediyi Zubir statistikaya görə meydanda hər iki komandanın oyuncuları arasında ən çox qaçan və faiz etibarilə ən çox sayda dəqiq ötürmə verən futbolçu oldu. Bundan artıq nə fakt lazım? Bir də fakt budur. Qarabağın Çempionlar Liqasında hazırda yer aldığı mövqe. Real Madriddən də üst sırada. Futbol elə belə məqamları ilə gözəldir. Sabah hər şey fərqli də ola bilər. Hələlik isə bugünün dadını çıxarın. Baxın və həzz alın. Qarşıda isə Kopenhagen maçı var. İlkin Fikrətoğlu, xüsusi olaraq Sport Info saytı üçün.